Əgər siz hər hansısa bir məhsulun üzərində handcraft deyə bir yazı görsəz, bilin ki, bu ya əl işidir, ya kiçik istehsal mənasını verir və ya çox vaxt kiçik fabriklər yerli istehsalçılar tərəfindən istifadə olunan bir addır. Xüsusi brendə məxsus olmayan, belə hədiyyəlik üçün şirin olan konfetlər əldə etmişəm. Kilosu 12 manat 99 qəpiyə endirimlə olan bu konfetlərin gəlin birlikdə dadına baxaq. Üzərində istehsalçı tərəfindən premium produkt olaraq qeyd olunub. Gəlin görək bu məhsul həqiqətən premium produktdurmu? Gözəlliyi başa bəla olduğuna görə ən birinci gözümə gözəl görünənin dadına baxacağım. Şəkildə püstə şəkli qeyd olunub, dadımda azca hiss olunur və şokoladı mənə o qədər də keyfiyyətli şokolad təsiri bağışlamadı. Üzərində portağallı olduğu qeyd olunub. Yenə də içində portağal yoxdur, görək dadında. Məhsulun şokoladı yenə ürək formada olan şokoladla eynidir, portağalın dadı azca hiss olunur. Bu məhsul küncütlü olmalıdır. Bu cür görüntüsü var. Eyni şokoladdadır, amma küncüdün dadı nisbətən çox hiss olunur. Məhsul fındıqlı olmalıdır. Dadında təbii fındıqdan çox şaftallı fındıq kimi bir təhər dad gəlir, tam o deyil yəni. Məhsulların hər birinin üzərində meyvə adları qeyd olunsa da, İçində heç birinin qırıntısına, iznə rast gəlmədim. Bu da o deməkdir ki, bunları dadlandırmaq üçün dadlandırıcılardan istifadə olunub, yəni real meyvələrdən istifadə olunmayıb. Onu da deyim ki, dad qurdu bunun heç birini bəyənmədi. Və siz necə bu məhsullardan istifadə etmisinizmi? Rəylərdə cavabları gözləyəcəm. Hələlik.